8 sotun içərisində düz yolun qırağında bəli. Pad obyekti yer tapmışam sizin için. Bir dənə də otaqlı ev, üstündə hədiyyədir. Suyunda şotçuku var, gazında şotçuku var, işığında şotçuku var. Fərdi yaşayış kupça. Yolun düz qırağında torpaq sotu neçədir? Birinci yer ha, ikinci yer yox. Birinci yer. Nəhayətdən çalışa bax. İçində bir dənə də hazır yaşayış deyil. O düz yolun qırağıdır. Mərkəzi yol, bölündəki dükandır. Yəni düz yolun qırağıdır. Yoldan gedəndə marşrut düz qapıdan keçir. Yəni yeri çox gözəl yerdədir. Özdə torpaqda səmsiz, nazi uzun deyil. Yəni bir o tərəfə kodu var, bir bu tərəfə. İstəsən burada evi kəsib yerin, bax burada ev, kəsdin kodun, buradan verdin, zabor çəkdin. Bunu ayrıca satdın, bu getdi. Qaldı sənin rahat burada bir 6 sot yarım yerim. Rahatlıqdan 6 sot yarım. 6 sot yarıma da sən burada ürəyin istəyən obyekti tikə bilərsən. Ya da burada evlər tikə bilərsən. Nə istəsən tikə bilərsən. Yəni bura tikib satanlar üçün də udovlu variantdır. Çünki kommunal olaraq hər şey var. Fərdi yaşayışın kupçasıyla bu qiymətə çox ideal qiymətdir. Qiymət haqqında da məlumat verəcəm. Torpaq qiymətinə satılır da. Yəni evə pul istəmir. Tək torpağa pul istəyir. Buradan qalxdı. Bir dənə şəxs özünə tikdi. Evdə o da tam təmirdir. Yəni deyim sizə. Buradan gəldi. Nə qəşəng çəkib. Burada bir dənə qəşəng səliqəli zalıdır. Yəni zalın da ölçüsü normaldır. Baxın. Qəşəng təmiz səliqəli. Bir dənə. Yəni burada yaşaya həyətində də nəsə obyekt istəsən yarada bilərsən. Yəni qiymət haqqında məlumat verin, sonra otaqları çəkim. Qiyməti 72.000 manat. Torpaq qiymətinə. Burada torpağın sotu amma verir. Ən azı 9.000. 8-9 neçə eləyir? 72. Torpağın sotuna ev satılır. Burada mətbəxlidir. Bir dənə də burada qəşəng, çox geniş yataq otağıdır. Burada bir dənə yataq otağı da, hamam salonu elə oradadır. Prosta çəkmirəm, adam var. İnşallah gələndə özünüz baxarsınız. Məhəlliyə atılır. Bunun bu tərəfi də yoldur, o tərəfi də yoldur. Hər iki tərəfə çıxışı var. Yəni əlaqə saxlayın. Yerləşmə yeri haqqında məlumat verin, soyaddan çıxdı. Hökumət tərəfdən gəldin, qovu 3 nömrə məktəbə çatmamışdı. Yəni məktəb buradan 100 yox, harasa 200-250 metr məsafədə. Buradan baxın, yenə məktəbi görə bilirsən. Düz yolun qırağı. Sağ olun.